Tayland Bangkok'tan salam. Ben buradan da özüm milyarder hissediyorum ki. Eğer kıyamet kopsa Tayland'dan kopacaq. Suyu gördün mü çevirip tutuyor koydu şeye? Məsəl üçün belə sandviç deyək, götürürüz əziz dostlarım, 27 baht verirsiniz. Bu da nə qədər eləyir? Bilirsə, amma gecə saat 3, 4, 5 ərəfələrində küçədə yaxınlaşıb sizə çox aşağı qiymətə, yəni sizi rahat salmağa çalışırlar. Vallahi ben yeyə bilmiyorum. Tamam. Oyda! Allah! Very nice, very good. Yes, yes, yes. Very nice. Salam Azərbaycan. Əziz dostlarım, hər vaxtınız xeyirli olsun. Mənim canlarım, ciyərlərim. Necəsiniz dostlarım? Nə var, nə yox? Sizi mən Taylandın Bangkok şəhərindən bol-bol salamlayıram əziz dostlarım. Bugün gəldim, otelimə yerləşdim. Əziz dostlarım, bundan öncəki videoda mən içində bir gün keçirdim. Belə bir tatu vurdum içində, belə bir tatu vurdurdum. Və ondan sonra Tayland Bangkok'a gəldim. İndi hal-hazırda əziz dostlarım, mən buradayım. Sadəcə açıq deyim, bir məsələ var, acam. Bugünkü videoda Bangkok'da bir gün necə keçirilir, bir gün sizə nələr edəcəm, masaja gedəcəm, dostumu qarşılayacağam, gecə həyatını göstərəcəm, gecə həyatı necədir, qiymətləri göstərəcəm, sonra bura gəlmək necə olur, bura necə gələ bilərsiniz falan, ətraflı bütün bu şeylər haqqında mən... İndi hal-hazırda mən düşürəm otelin restoranına, orada gedib bir yemək yiyəcəyəm, mütləq şəkildə. Yemək yiyib qarnımı doyuzdurdan sonra əziz dostlarım, mən tərpənəcəm yola. Hava çox istidir həqiqətən əziz dostlarım, dəhşət istidir. Bir görək nə edəcəm. Menü götürün. Yemək yiyəcəm, həqiqətən çox acımışam, bilmirəm. Çox acam, çox, həqiqətən əziz dostlar. Tell me where is the Wi-Fi? Okay, thank you. Deməli, bundan sonra mən bu videoda sizə nə qiymətlər göstərsəm, hamısını 100 bahtı 5 manat kimi hesablayın. 100 baht harada görürsəniz, bilin ki 5 manatdır. Görək menüdə nələr var, nələr yox. Baxın əziz dostlar, məsəl üçün belə bir yeməkdir, səhər yeməyidir, 10 manatdır qiyməti. Belə bir yemək səhər yeməyi 10 manat. Bunlar həmçinin, bu da 10 manatdır. Bu lap ucuzdur, bu vəfşi ucuzdur. Heç, 2 manatsa deyil, bax bu. Ay can, nə yaxşı olar, nə yaxşı olar. Qiymətlər, bax, 10 manatdır. Tamam əziz dostlarım, bir dənə pizza sifariş verəcəm və kola, ay maşallah, necə ucuz uşaqlar, necə ucuz. Bir dənə kola sifariş verəcəm və bir dənə pizza. Pizza gəldi, valla düşündüyümdən böyük gəldi həqiqətən də. Kolamız da arxada, hal-hazırda canlı yayımdayım. YouTube'a salam deyin, tez YouTube'a salam deyin, tez. Aha, det gəldi. Pizzaya və kolaya mən toplamda 17 manat pul verdim. Siz də əziz dostlarım, səhv edir yoxsa yox? Gözəl bir yerdədir, böyük bir pizzadır. Bilməm, tək yeyə biləcəm hamısını yoxsa yox, görək. Sorry, do you know where is the exchange office? Exchange? Yes. At the corner here. Outside enter. Okay. Yemeğimi yedim. Hal-hazırda gedirəm mən exchange ofisə. Oteldə qaldığıma görə endirim etdilər, sağ olsunlar. 17 manat elədi əziz dostlarım, təxmin hardasa belə deyim mən sizə 13 manata falan başa gəldi. Və Taylanda xoş gəlmisiniz. Masajla məşhur bir yerdə, həqiqətən də bura. Dedi burada bir yerdədir. Aha, tapdım. Burada pulumu dəyişim. Naxadı qaqanız girir bir də masaja. Hello. How are you? Hardasa 150 avro dəyişdim əziz dostlarım mənim. Əslində 200 avro dolar. Pasport istəyirlər, pasportu nə qədər göstərim onlara. 200 avro dəyişdim əziz dostlarım, görün nə qədər veriləcək. Burada belə bir şey gördüm, bilmirəm bu nədir. Bir də içindəydim, təsəvvür edin. Bilmirdim də nə idi o. Oturmuşdum restoranda. Yeməyimiz falan yeməmişdən əvvəl istədim əlimi spitliyim. Belə bir qabda bir şey var idi. Siz demə o ağzı qanat dərmanıymış əziz dostlarım. Mən də tutdum əlimə, üzümə sürtdüm. Onu əslində üzə sürtmək olmazmış. Mən elə bildim spitlini. Bunu da yoxlayacağım, görək bu nədir. Nə gəldi əlimə yaxıram? Bu spirtdir. Okey. Əziz dostlarım, bunu da çıxartdım. Dedik imza çək, qol çək. Bu arada yeni tadım necədir? Yaxşıdır. Papunka. Əziz dostlarım, belə bir şey verdilər. Bu videonu az yaşlar izləməsin bu dəqiqədən sonrasını. Çünki bilmirəm əziz dostlarım, burada elə məlumatlar var ki, çünki Taylanddır, mən məlumatları məcbur verməliyəm. Mən gəzginəm, gəzib gördüyümü deyirəm, hər tərəfli. Az yaşların izləməsini məsləhət görmürəm. Deməli, Taylanda gəlsəniz, burada gördüyünüz hər masaj salonuna girməyin. Çünki Taylandda hər masaj salonları eyni fəaliyyət göstərmir. Masaj salonuna daxil olduqdan sonra orada həyat qadınlarla qarşılaşırsınız. Sizə başqa şeylər təklif edirlər.
orada artıq dəhşət şeylər ola bilir. Bu masaj mövzusu. Buna mən dedim sizə. Yəni belə deyirlər, yürümə sokağı deyirlər türklər, nə bilim. O qədər türklərin videosuna baxmışam ki, deyirəm Azərbaycanlı yoxdur da, gərək gəlsin buralara göstərsin. Bir dənə pərənc qardaş da Allah canını sağ eləsin, gəzir göstərir, mən ondan fəxr edirəm, Allahın olsun. Ləzzət eləyir ha. Yəni pərənclə mən paylaşmasam bunları Quran haqqıya gələn yoxdur. Çıxın bir gəzin, dolanın, yayın məlumatları. Deməli dostlarım, burada hazır mən girəcəm belə də yürümə sokağına. Bilmirəm orada masaj salonları var yoxsa yox. Yəni masaj salonlarında həyat qadınlar olduğuna görə onlar üzlərinin düşməyini istəmirlər. Çəkəndə deyirlər çəkmə, həqiqətən də. Amma mən bacara bildiyim qədər inşallah ki bu yolculuqda çəkəcəm nələri sevgili dostlarım. Küçə də belədir. Belə bir yerdə qaldım. Başqa ölkələri bilmirəm amma Tayland ölkəsində sıxıntı yaratmırlar kamera çəkilişə görə. Amma ola bilər də insandır, kimsə istəməyə bilər. Mən indi gedirəm masaja hal-hazırda. Videonun əsas mövzusu olan gecə həyatını göstərəcəm. Günahlar bu şəhərdədir əziz dostlarım. Bangkokdur, Pattaydır, Phuketdir. Sözün əsl mənasında. Mən bir İngilis blogerin videosuna baxmışdım. O deyir ki, dünyadakı bütün insanların istədiyi ölkədir bura, yaşamaq istədiyi ölkədir. Burada gəlin mən sizə masajın qiymətlərini göstərim. Görə bu neçədir əziz dostlarım. Deməli, hello, can you get it? Bilmirəm bu necə bir masajdır dostlarım. Okay. Yes. Oh, normal masaj, just normal masaj. Normal masaj, yes. Okay. Yes. Yes. Can I video? Video. Okay. Aziz dostlarım, şəfiyi qoydum ora. Hello. Alo, สวัสดีค่ะ สวัสดีครับ เลิกเก็บตังค์ให้หน่อยสิเบฟอส Yes, yes, yes. Aziz dostlarım, demək burada รวดอะไรล่ะ oil massage, yes. This one. ฮับเอา This. อ้อยมาสาดคุ้มกับค่านั่งอยู่นะ Yes. Okay. Okay, now okay. ขอบคุณครับสวัสดีครับ สวัสดีค่ะอ้อยมาสาด one hour one and half ครึ่งเดียวครึ่งเดียวได้ Ne öyle Thank you. thank you ค่ะ just moment oh Okay, no problem. Valla Allah'ım olsun. Bir manat sahibi verdim ve de sevirdiler. O biri şoktayım. Böyle ben buradan da özüm milyarder hissediyorum ki. Yer otura bilərsən burada. Oturun burada əziz dostlarım. 250 baxda belə bir istədiyim şərait. Buna baxın, burada təsəvvürün ki ayaq masajını edirlər. Çox gözəldir həqiqətən. Oturub yemək yeyir burada. Ben de buradayım. Qaqanız girir masaja. Prosta yəni mən dediyim o həyat qadını falan söhbəti demək burada keçmir çünki videoya icazə verdilər və yaxud da bəlkə də video çəkirəm deyə başqa bir şey demədilər. Bax belə bir şeylər də olur əziz dostlarım. Zaten mən onu bilərək video çəkəcək gəldim ki, başqa bir şey deməsin. Montenegroda masajın qiyməti 90 manat, 100 manat, 150 manat. Onu verərəm, Allahın üçün verərəm. Sadəcə gedib orada 100 manat, 150 manat masaja vermək hara, burada gəlib 10-15 manat masaj etdirmək hara. Və bir də mən bahalısını seçdim. Yəni bahalı deyən normalın sesində, yəni daha zəifi də var. Okay, I will coming. İçəri belə ayaqlan girirsəz dostlarım. Yıxılıb düşməsəm yaxşıdır. Həmişə YouTube'da baxırdım belə şeyə, çox maraqlı gəlirdi. inside ค่ะ Okay. Dostlarım belə bir yerdir. Bildiyiniz mənə bu nədər masaj elədi, bu nətər masaj elədi, ləzzət elədi. Super, really very nice. Super əziz dostlarım, həqiqətən çox gözəldir. Bu masaj görürsünüzmü? Gəlsən, şeydir, 140 vaxtda çay boy verdim, artıq belə də 250 vaxt masaj, bir də ki belə də çay boy verdim. Kapunka, savadika. Water, free water. Ya, thank you so much. Şampul su da verirlər təsəvvür edin. My apple cookie. It's good. Kapunka lan. Ya böyle bir şey yoktu da var, yok mu böyle bir şey yoktu. Kapunka. cookie free Beautiful sudu.
Baxın əzizim, burada belə şeylər verirlər. Belə şirniyyatlardılar, deyir bu da pulsuzdur. Və su verirlər. Kabunka. Belə əziz ustam, çox buradaydı. Kabunka. Kabunka. Ustam, qohumum gəlsin, o bura gətirəcəm həqiqətən. Çox gözəl masaj elədi. Da nə istəyirsən hə? Pristav elin ki 250 baxda masajıdır. 140 baxda verdim xərcləsin, kef eləsin. Bir sevinirdi, Allah'ın dostu uşaqlar uçurdu. Hələ həyəcandan ayağı dolaşdı. Orada oturan arvadlar güldülər buna. İçəridə masaj edirəm, mən də işləmişəm qardaş, fəhlə işləmişəm, fəhlə ilə qazanmışam. Əziyyət çəkmişəm, indi də ürəyim istəyən kimi xərcləməliyəm. Ləzzət elədi. Təsəvvür ki, əziz dostlarım, dırnağımdan başımın tükünə kimi də, yəni day. Bir dənə bura şəkil qoyaram, baxarsınız. Bir dənə şəkil qoyacam bura, baxın, yəni görün day. Uzandırıb mənim quzağında mənim başım masaj edir. Həqiqətən çox gözəl idi dostlarım. Çox gözəl idi ha. İndi hal-hazırda mən gəldim bir marketə dostlarım. Sevmiyorum deyirlər bu marketə. Deməli bu marketdə nə istəsəz var. Burada gördüyünüz kimi hazır. Niyə ekran nə oldu? Yenə ekrana yenə getdi ekranı. Burada gördüyünüz kimi dostlarım hazır hamburgerlərdir, burgerlərdir, sandviçlərdir falan belə şeylər var. Siz istədiyinizi alıb burada qızdırtırıb yeyə bilirsiniz. Məsəl üçün belə sandviç deyək, götürürsünüz əziz dostlarım, 27 baht verirsiniz. Bu da nə qədər eləyir? 1 manat 50 qəpik zat təsəvvürlə görün nə qədər ucuzdur. Bunu götürürsünüz, aparıb verirsiniz, burada qızdırıb verirlər. Yəni bu qayda qanunu budur da, belə deyim mən sizə. Hər şey var, nə istəsəz var əziz dostlarım. Çin yeməkləridir, falanlardır, filanlardır. Hello, welcome. İkili Korona'da əziz dostlarım, təsəvvür edin. Korona pivəsi Bakıda içənlər var da bizdə. 69'a, 115'e də məsəl üçün verirlər. Ola, nə danışırsan sən ola? Budweiser'dır, orijinal Çexiyan pivəsidir. Həmişə bundan içirdim, içəndə. Mən özüm pivə içən insanam. Sizə məsləhət görmürəm, amma yəni özünüz bilərsiniz. Yaşınız böyüksə özünüz bilərsiniz. Hello, how are you? Wait 1 minute. Bax əzizdən, belə bir şeydir. Is this good, yes? Good? Okay. Görə bu nə หนู qədər? ยังไม่ได้เอาร้านค้ามาเติมทุกติดใช่ไหมที่ไหน Həyatdakı ən güclü insan özü ilə vaxt keçirə bilən insan dahi qardaş. Bu sözləri mən demirəm, amma bu sözləri kimsə deyib. Kapunka, savadika. O masaj nə idi? Allah'ın da özümə gəldi mi? Fəhlə işləmişəm axı uşaqlar. Bütün o qaldırdığım daşın şeyini çıxartdım burada. Hayfını çıxartdım 17 baht. Savadika, kapunka. Savadika, kapunka. Where is my packet? Massage very nice, very good, very. Yes. Savadika. Thank you. Baxın əziz dostlarım mənim. Savadika. Bax hamı gülür. Bax bunların maddiyat baxımından bizdən də 5 bədər əziyyət çəkdiyini yəqin ki bilmirsiniz dostlarım. Tayland insanları sözün əsl mənasında həqiqətən çox imkansız insanlardılar. Siz təsəvvür edin ki, bəlkə də aranızda aylıq 600 manata işləyənlər var, 500 manata işləyənlər var, bəlkə 1000 manata işləyən var, bəlkə yaxşı imkan olan var. Amma məsəl üçün qanı qara gəzənlər falan vardı aranızda. Amma inanın mənim səmiyyətimə əziz dostlarım, bunlar 1 manat, 2 manat üçün belə əziyyət çəkilər, işləyirlər. Amma qanlarını qaraltmırlar, ancaq gülürlər. Və mənə bu ülkəyə bağlayan şey həqiqətən də bu idi əziz dostlarım. O qədər mən xoşbəxt eləyir, o qədər mən xoşuma gəlir ki, bu insanların bu qədər bir maddiyyat sıxıntısı var mı gülürlər. Çox gözəl bir şeydir, həqiqətən də mən hərdən paxıllanıram. Kaş məsəl üçün mənim millətimdə də belə bir şey olardı. Əsəbi gəzmək, nervini gəzmək, dalaşqın olmaq yox, məsəl üçün belə güləriz olmaq olardı. Çünki həyatda həqiqətən adama gülmək qalır. Gəldim otağa. Otağa giriş edirik. Bunu bura belə taxırıq. Avtomatik yanır. Mən də bunu qoşuram belə. Burada mənim otağım bəzi dostlarım. Hava çox istidir əziz dostlarım. Həqiqətən çox istidir hava. Mənim əziz dostlarım, mənim dostlarım. Deməli, bayaqki çəkilişdən sonra hələ deyirdəyəm. Bölə çıxmamışam çünki dostum gəlir. Və mən yatdım belə, dincəldim. Mənim Samirim qardaşım 10-15 dəqiqə çatacaq bura. Gəlsin, ondan sonra gedək küçəyə. Mən sizə küçə yeməklərini göstəreyim, hər şeyi mən sizə göstəreyim. Əziz dostlarım, Bangkok haqqında. Çoxdan da darıxmışam, Samiri görmürdüm uşaqlar. Samir mənim qohumumdur.
O insan var Ayda. Uşaqlar, stilim nasıl? 10 üzərindən mənə neçə puan verirsiniz uşaqlar? Əziz dostlarım, bax mən sizə deyirəm inanmırsınız. Görün nə yazılıb burada. Deyir ki bunlar içmeyin. Görün burada bu nə qədər məşhurdur ki, otellərə belə qoyurlar ki, bundan istifadə etməyin otelin içində. Konservdə püfüldür püf. İndi təxminən hardasa 3-5 dəqiqə düşəcəm aşağı, Samir qarşılayacağım. Samir gəlsin, bir duşunu alsın, özünə gəlsin, ondan sonra çıxaq gedək küçənin canına görək nə var nə yox. Ay qardaş, burada. Saat 1-in yarısıdır. Saat 1-in yarısıdır. Gözü tələsmirəm, çünki şəhər elə saat 1-in yarısından sonra başlayır. Ey cəmaət. Uşaqlar, özə Samir hardasa bir təxminən 10 gün əvvəl falan yıxılmışdı. Təsəvvür dostum, səlinlə gəzir. Ay dərdə, gedib çıxıb, o Hindistanda, mən Hindistana gedəcəkdim əslində, alınmadı, biraz problemlər çıxdı. Gəlib videoda görəsiniz də, yazıq səlinlə gəzir. Allaha and olsun, az bizdən çıxa-çıxda yıxılıb, əli zadı parmağı, parmağın burası gipsdədir, balaca parmağı. Nə bilim, əxsiyə gəzir. Dədə, ay Samir. Hadi, benimki geliyor, baba. Buradan belə gəlir. Mən də Pranakondayım uşaqlar, buradan gördüyünüz kimi düz dənizin qırağı. Bildiyiniz mərkəzinin mərkəzdə də təsəvvür eləyin. Uşaqlar, Allahın Samirə də hörmət edirəm. Allah qismət siz də tanıyacaqsınız. Samir haqqında belə bir məlumat verməyə qalsa, Samir mənim həyatımın dəyişməyində rolu olan insanlardan biridir həqiqətən. İnsanlardan biri də əslində hələ həməniki insandır. Yəni başqa heç bir insan mənə çıxması bir kömək olmadı bu yolda da. Yəni çıxandan sonra düzdür, qardaşlar oldu, kömək edirlər, iş tapdılar, mənə vaxt oldu, şey edədilər, amma mən Azərbaycanda artıq planlar quranda ki, mən necə eləyim, nəyi necə eləyim falan, həmişə mənim yanımda durub, mənə dəstək olan, həmişə mənə çox gözəl məsləhətlər verən, həmişə mənə çox gözəl dualar eləyən həmənki insandır. Allaha and olsun ki, uşaqlar, mən o uşağın əziyyətini, o uşağın mənim üçün elədiklərini heç vaxt unutmaram. Mənim yaxşı ki, elə bir qardaşım var, yaxşı ki, mənim elə dostum var, yaxşı ki, mənim elə qohumum var. Allah onun canını sağ olsun. Özü yoxdur, burada Allah var, sənin. Yəni çox yaxşı uşaqdır və belə deyək də əziz dostlarım, o müəyyən bir yaşına kimi o da dünyanı gəzib, o Amerikada yaşayıb, Polşada yaşayıb, bütün Avropa Birliyi ölkələrində olub, Asiya ölkələrində olub. Yəni çox gözəl təcrübəsi var, gözəl dil bilir, ingilis dili, rus dili. Dünyanı gəzib və belə deyək də axırda Azərbaycanda məskunlaşıb, amma yenə də dünyanı gəzir. Halal olsun. Mən deyirəm ki, qardaş, mən sənə fəxr edirəm. Əziz dostlarım, indi bundan videodan sonra qarşılayanda görəcəyin insan mənim idealımdır. Deyirəm Samir, mənim məsəl üçün 22 yaşım var. İzləyicilərdən məsələn var da məndən az yaşlı uşaqlar var ki, məsəl üçün mən özlərinə örnək götürür. Yəni bu pis bir şey deyil, bu çox yaxşı bir şeydir və yaxud da utanmalı bir şey deyil. Mənim izləyici yaşlım olan qardaşlar da var ki, məsəl üçün mən özünə örnək götürür. Yəni burada pis bir şey yoxdur. Mən də deyirəm ki, mən də sənə özümə örnək götürürəm. Həqiqətən Samir mənim həqiqətən də çox belə içdən hörmət elədiyim bir qardaşım. Allahın da olsun. Yazdı gör nə deyir? Ayşan bak gör mən düzgərəm qaqa, bu üzüm meşəli tərəfə gedir, bilin meşəliyə girmişik. İnsan zat yox deyil, oradan öyle meşənin içindən biri yoxdur. Sən səs bastın, promoy düşdü kameraya. Hamı bir dəqiqə baxır YouTube'da videoya. Narahat olma qaqa, meşəliyə girməmisən, sən heç sevməyəcəksən meşədə. Gəl narahat olma qaqa, heç olmayacaq, gəl, narahat olma. Söz çatırsan, 5 dəqiqə buradasan, düşürəm aşağı. Sürüşələr oteldən çıxa bilmədim hələ görüm. Nətəs. Qapı nətə bağlılar qardaş. Bir dənə gözlüyüm. Gəlirəm ay Samirim, qovuşdurana şükür, Allah uşaqlar. Hər insan həyatında belə bir dostluğa ehtiyacı var da. Yəni tanıyıb görəsiniz zaten, bundan sonraki videolarımda olacaq hər gün yanımda. Yəni adi sizə elementar bir şey deyim ki, təsəvvür edin ki, mən bilet aldım, tək idim də, yəni də çox yeri tək özünü gördünüz, elə Çinə tək getdim, Serbiyadə falan tək oldum. Dedim, yəni yoxdur, bir nəfər gəlsin, mənlə getsin və yol yoldaşlığı eləsin, yanımda olsun. Reskivdə gördüm, mənə bilet şəkil atdı, Allah'ın da olsun. Deyib, ürəyim dözməzdi, sən tək gedəsən bu yolu, bəs mən sən yanıma gələm, qaqavın yanında gedəsən. Nə bilim, dəyişək. Prost bilməm, o azdı uşaqlar məndə acam, elə o azdı uşaqlar məndə acam. Bilməm, biz yemək hardan tapacağıq, həqiqətən bilmirəm. Bir restoran bağlıdır, baxın məsəl üçün, bura bağlıdır. Allah, bu nə bürküdür, oy Allah, bu nə havadır uşaqlar. Hava deyə bir şey yoxdur da, yəni. Biraz bura yaxşıdır, içəri lap pis idi. Elə bir uşaqlar, havada bilsin nə var? Tər. Yəni bildiyiniz havada tər vardı yəni. Uşaqlar, küçədə nə qədər evsizlər var, nə qədər qızımız var. Allah, bu nədir? Sağa solu. Yönü göstərədən əsəbli olun. Niyə pis almış? Valla biz meşəli ilə gedirik, sağımızda solumuzda da maşın yoxdur. Elə biz ikimizcik, bilmirəm yolu uzadır yoxsa aparır məndən fikirləşməyə başlayacağım. Taylandda, Bangkoka gəlsəniz,
Mənim qaldığım oteldə qalmaq istəsəniz, adı Booking-ə girib bunu yazsaz, adı çıxacaq. Yəni Booking-ə girib bunu yazıb gələ bilərsiniz. Və yaxud da Happy-o Booking adını yazsaz zaten çıxacaq. Yəni belə bir yerdir. Çox yaxşı da deyil. Yəni yaxşı necə yaxşı deyil qardaş. İstədiyiniz hər şey var. Amma siz məsələn lüks bir şey istəyirsinizsə, yəni biraz gedin bahal tutun da. Yəni mən tutmuşdum. Mən bundan bahal tutmuşdum. Allah'ım olsun. Prosta mənim kartıma pul gec yatdı deyə. Uje problem çıxdı həqiqətən. Dediyiniz əməlli başlı uşaqlar. Onun yanında bir dənə qız oturub. Qız görə nəsə deyirlər. Burada durub kimsə qanına qaltayım da. Ona görə qızında yaxşıdır, dadında yaxşıdır. Baxın nəzərsən, burada belə küçə yeməkləri var. Gördüyünüz kimi. Bu Allah bilir uşaqlar nədir, nəyin qurdudur. Əziz ustam deyəsən gəldi. Adı gəldi. Ay gəldi. Allah sənə şükür olsun. Geldi vay Allah, sana versene kurban olsun kardeşe. Desen burada dolaşır. Sen desen burada dolaşır. Ay Allah, geldi kardeşin canı. Geldi kardeşin canı. Kapunka. Çok verme, dəqiq hesabladın. Necə barmaqlarını sıxıyorsun? Ağzı əməlli bastonla gəlsən. Kumkadı. Kumkadı. Vay. Kapunkadı. Ay sana kapaş. Ne dersen ne var? Sana var ne yok. Hoş geldin ya. Abi ne lan? Hay kötü diyetli. Ne yapalım? O ne böyle? Öğren yerine yine çık. O əməlli başlı sən zədələnmişsin. Hindistan'da. Hindistan'da belə gəldi. Alamlar var şu an. Getdi o da. Aşağı. Allah'ım işi qoysan. Mənə bax, bir dənə gözlə. Digər dükkana girək, restoran bağlıdır orada. Dükkana girəksən, içməyə gedə bilirsən. İçməyə nasıl bir şey alaq, gəl restorana. Kumka nədir? Kapunka değilsen. Kapunka. Yemeğe ne var şu an? Yemək, meyvə zadaları, öyle şeydir. Meyvə zadaları. Evet. Bundan soruş denən hansı yaxşıdır? Soruş bundan. Soruş denən hansı yaxşıdır? Kapunka bunun adı. Yox. Bu ne değil? What is this? What is this? You know? Egg, no. Meat? Not meat. Şüphe benden danışma. Sesini çıkartma. Şey taptı bir tane. Konserv var, konserv var. Konserv var. Konserv varsa bir tane konserv veriyor. Çox balaca tükən. Gözlə mən sən yemək tapacağım bunu. Abi mən nə götürmə. Sandviç yesin də. Şu anda nə yezdir mən buna? Sandviç yesin də. Bizim mən də özüm bilmirəm ki, nə yeyəcəm. Nasıl uşaqlar? Hindistan'a belə gəzirdin? Neçə dağlar aşmışam, Himalay dağlarını aşmışam. Chicken. Chicken. No? Neydi? Is there chicken? Mrs. Chicken. Ben ne ters zahlim ya buna. Ne karıyor biraz? Koymuyorum. Excuse me. This have? Göğneye göstermiş. Tabii ben böyle bir şey götürürük. Bilmirəm nədir. Aa, işte niye götürdün onu? Kalanını çekeceğim, ben kalanını çekeceğim. Əziz dostlarım, bunlar gördüyünüz hamısı 250 baht elədi. Hardasa 12 manat eləmədi, deyəcəm Suyu təsəvvür gördün edin. mü işe bile kutuya koydu şeye. Əməlli bax, Paket. kutuya qoyur, paketə qoyur qardaş, Mike əməlli yer. başlı. Sonra o birisi yeməyi də istəyirlər. Yəni 12 manat təsəvvür edin ki, yemək istəyirlər. Necə lazım, çörəyin, konservalar falan. Əziz dostlarım, gəldik, çatdıq evə. Samir düşünəsin, biraz rahatlasın. Hava qaynayır. Hindistandan gəlib. Yer Hindistan belə. Hindistan istedi. Ama bura Hindistan'dan istedi. Həqiqi keç. Xoş gəldin qardaşım. Əziz ustam, deməli bu stolda gördüyünüz hər bir şeyə toplam təxmini bir 10 manat, 11 manat arası verdi. Yəni 11 manatdan baha deyil də. Çörəkdir, kurasandır, şokoladlı, bir dənə belə bir şirinlidir, bir dənə çox dadlı bir şeydir. Mən ilk dəfə belə bir şey içirəm inşallah burada həyatımda. Bir dənə belə bir sokdur, pizzadır bir dənə. Canım istəsin. 2 dənə də balıq. Yəni belə ucuzdur əziz dostlarım və bura şəhərin mərkəzidir, sentrdir belədir. Yeməyimizi yedik, atışdırdıq. İndi hal-hazırda çıxırıq küçəyə. Bu da gəlir. Hələ burada adam yoxdur. Bizim də əsas o məşhur küçəyə gedirik. Hal-hazırda xəritəni qoymuşam. Burada belə gördüyünüz kimi turlar falan var. Heç yer bağlanırmır. Hər yer gördüyünüz kimi açıq qalır. Sabah səhər buranı gəlib səhər gözünü görər ya. Necə gözəldir əziz dostlarım. Bax, bura səhərindir, hə? O tərəfdən səhərindir bura. Bax, o bayağı bizim kedimiz tutan var idi. Sevmərə alışveriş elədi ya. Onun köynəyi var orada. Buranın ən məşhur şeyidir, Seven Eleven.
Tayların şeyləri. Hə, Muay Thai geyinlər, baxın. Baxın dostum, orada da həmsinin eyni belə bir mağazindir. Həm bura pivanoydu, həm də bura pivanoydu. Orada çəkirsən, burada içirsən. Burada girirsən masaja. Mən palitemen çəkəcəm, şuna bir dənə tez baxın. Bax, siz gördüyünüz kimi baxın, o dayanıb orada müştərisini gözləyir və bunun kimi sağda, solda hələ çoxdur və hamısı Ladyboy 100% görürsən, baba sağda oturanda. Ladyboy şöyle. Gecədə saat bu saatda lady qalmaz. Ancaq Ladyboy. Aynen. Bir şeydi. Alaba dediğim ping pong show var yok. Sami bu bir sen nerede? Ha, thank you. Ping pong show. Şaka bilirsen nerede o ping pong show? Abi. İnşallah ping pong show gösterdin ha. Hello Mr. What's that ping pong show? What? Yeah. Third balloon, smoke cigarette. Yeah, 1 hour. 1 hour all together. Yeah, 1 hour. Ama razı olma. Ben sen diyeceğim. Allah'tan şikayetler. Razı olma. Soruş razı olma. Look, 1 hour. Ha. Atan şikayetler razı olma. Good tea, everything. Good tea, smoke, good tea, smoke, good tea, good tea, smoke, good tea, banana, good tea, power, good tea, everything good tea. Ne de ki? Ping pong bilmirəm. Şar doldurur, sigaret çəkir, tuka qapağını açır. Evet. How much Kıymeti. cost? How much? You buy card 500 baht. How much? 500 baht. 500 patlı. Yeah, everything one. Hamısı 500 baht dostum. 25 manat her şey daxil. Oyda. Okay, thank you brother. Thank you brother. Tüm Sami. Bu belə danışırlar. İçəri girəndən sonra sənə başqa bir şeylər istəyirlər. Yəni əziz dostlarım, qiymət bahalaşdırırlar, içəri buraxmırlar çölə. O belə şeylər var. Yəni qəti şəkildə belə şeylərə aldanmayın. Diqqətli olun. Sizi şirinləşdirərlər. Girərsiniz, sonra nə sifariş eləyirsiniz? 15 qat baha qiymətini elə həyatda saxlayın. Çox dəhşət bir küçədir bura. Baba səndən mango çərik qaqa bir dənə. Amma qiymət neçədir? 2 manat 50 qəpik. 2 manat 50 qəpik. 2-dir, 3-ə işləyib 15 dəqiqə. Mən suatım odur ki, belə şən millətlər birincisi, çox şən millətlər. Aha. Və ilk aeroportdan düşdüyümdən bunlar mən çox belə incə millət verim. Hərəkətləri, oğlanların hərəkətləri, zatları əcaibdir, yəni belə. Mən bir dənə sir verim bir dənə. Şey kimi, hamısı, şoförlər, Ha. taksi sürən şoför, skors ilə belə Qız kimi. incə barmaqla belə şey keçir, adam ətu Aha. keçirir. Mən bir dənə sən söyləyim. Bu məlumat sən də bilmirsən. Bu izləyənlərin 99% bilmir. İncəliyin araşdırıb, maraqlanıb, yəni baxdım. Taylandda əgər ki bir ailədə oğlan uşağı olursa, ona lənətlənmiş gözlə baxırlar. Bax, diqqətlə qulaq asın mənə. Çünki bu ailəyə oğlan uşağı çörək gətirmir. Və burada ona görə ladyboyların, ladyboy dedilərimizin sayı ona görə çoxdur ki, bax bu faktdır. Çünki uşaq doğulur oğlan kimi, onu ancaq qızların yanında böyüdürlər. Yəni qızlarla oynadırlar, qız geyinləri geyindirirlər və uşaq artıq belə görə böyüyür və artıq böyüyəndə olur ladyboy. Bu faktdır və ladyboy ondan sonra da gəlir məsəl üçün belə gəzə məkanlarının Qızlardan daha çox xeyir gəlir də Aha, bunlar. qızlardan daha çox xeyir gəlir. Oğlandan nəyin? Aha yaşa. Məsəl üçün ladyboy onlar gəlirlər otururlar küçədə, qıraqda, bucaqda pul qazanırlar və bunu ailələr özü belə, yəni bu məmnundur bundan. Və bəzi yerlərdə çəkiliş istəməməklərinin səbəbi, yəni çəkiliş olunanda əsəbləşməyin səbəbi nədir? Burada təkcə Tayland milləti yoxdur. Burada baxın Malezya var, Türkmənistan var, Özbəkistan var, Çinli qızlar və s. yəni hər ölkədən qızlar var. Onlar o ölkələrdən çıxıb gəlirlər bura. Məsəl üçün belə deyək, gecə həyatı qadını olurlar. İstəmirlər ailələri bilsin. Hər hansısa bir YouTuber gəlib çəkəndə ona icazə vermirlər. Deyirlər çəkmə, çünki onların ailələrini görmə ehtimalı olar deyə. Onların ailələri elə bilir ki, məsəl üçün onlar gəlirlər burada restoran işində işləyirlər və yaxud da nə bilim, bank nədəsə işləyirlər. Dövlət işində işləyirlər. Hə, amma onlar məsəl üçün gözə çıxırlar. Baxın, belə gördünüz, belə küçələrə çıxırlar və səhərə qədər burada keçən oğlanlara yaxınlaşırlar. Belə deyək də, nə qiymət oldusa deyirlər, 20 manat, 30 manat, 35 manat falan. Belə pul qazanırlar. Ailələr də amma elə bilir ki, mənim qızım orada məsəl üçün namuslu ailə həyatı yaşayır. Bax, belə bir söhbət var. Amma dediyim kimi, buranın ladyboyları çox rahatdır. Burada çox, yəni belə deyim də, bu göy uşağı var. Nə adı bura? Göy uşağı. LGBT-yə məsəl üçün bunlar çox normal baxırlar. Hətta bizim otelimizin girdim, baxdım. Otelimizin adının yanında şey qoyurlar. LGBT-nin bayrağını qoyurlar. Yəni çox normal baxılır burada. Ona görə də burada hər cürə millət görə bilərsiniz. Hər cürə millət. Şuna bax. Aha, bax əzizlərim. Qocadan kişi oturub orada gördüyünüz kimi. Qoca kişidir. Bəlkə 60 yaşı var, əməlli başlı, geyini büyükdə, ayağının damarlarını götürür. Yəni belə şeylər var əzizlərim burada. Şəhər ölmür, şəhər yatmır. Gecə gündüz fəaliyyətdədir, gecə gündüz fəaliyyətdədir. Yəni burada qadınlar sadəcə və sadəcə restoran işində, küçə yeməyi işində və masaj işində. Yəni başqa belə deyim də, yəni çox az ehtimaldır ki,
Məsəl üçün dövlət işində işləsinlər. Çünki dövlət işinin maaşı azdır əziz dostlarım. Məsəl üçün burada bir qadın masaj eləyir. Mənim özümə görə bayaq çayboy verdim. Masaj eləyə məsəl üçün çayboy qazanır. Pul qazana bilir. Amma burada bir işdə işləsə məsəl üçün çayboy qazana bilmir. Həqiqətən çayboy qazana bilmir o. Pul qazana bilmir. Aylıq 500 manat, 300 manat pula işləyirlər bunlar. Ona görə də məcbur işlərini belə qururlar. Belə işlərlə məşğul olurlar. Oturaq burada Samir. Harada oturaq? Belki daha ne hara gelmiş, hara var. Bu Taylandın ərazisində yaxınlığında ölkələr var ha. Bütün ölkələrdə yaşayan müsəlmanlar deyirlər ki, əgər qiyamət qopsa, Taylanddan qopacaq. Yəni bu sözün əsl mənasında zaten girib baxsaz görəcəksiniz. Əgər maraqlananlar varsa bilirlər necə bir şey olduğunu. Yəni deyirlər ki, nə vaxtsa dünyada qiyamət olsa, müsəlmanlar deyirlər. Qiyamət Phuket, Pattaya və Bangkok şəhərindən qopacaqdı. Yəni bunu belə deyirlər həqiqətən də. Hal-hazırda önümüzdə bir dənə də Ladyboy var. Ladyboy yoxsa nədir qadındır o? Məsəl üçün bu küçəyə gəlib deyək ki də saat 6-7 o ərəfələrdə gəzəndə 6-7 ərəfələrdə gəzəndə sizi artıq çağırırlar içəri qadınlar. Sizə məsəl üçün Əziz dostlarım, sizi çağırıb 50 manat, 100 manat, 200 manat pul istəyirlərsə, amma gecə saat 3, 4, 5 ərəfələrində küçədə yaxınlaşıb sizə çox aşağı qiymətə, yəni sizi rahat salmağa çalışırlar. Hello, how are you? I don't need really, I don't need bro. I don't really, thank you. Oynayırlar. Dəhşətdir. Bangkoka xoş gəlmisiniz əziz dostlarım. Hə, elədir, yolun darxanadır. İnşallah buradan bir dənə gəlir. Yeməklərin iyisi gəlir, bax bunun qarşı. Bu sol tərəfimizdən gəlir, o tez gəlir. Amma buradan da yemək iyisi gəlir, yəni çox pis qarışımdır da yəni. O tərəfdən də Ladyboy gəlir. Yaxşı olan. Hindistandan güclə fərt gəlmişim, yenə burada bunlar. Oy dədə, nə gündə də abi. Əməlli başdı, demə burada millət üstünə gəzdirmişə bir şey. Ət maşınında şey var, dişlərin oxşuyur. How much is this? How much? 350. 350? Hə, 350. 350 patı. Qəşəng. 350 baht. Batı nədir? Arkadaşlar bir de yediğim şey. Bundan şeyine bak. Oo. Görün necə gözəldir bu. Həqiqətən çox gözəldir bu. Wow, par parıldayır uşaqlar. Buna baxın. Çox möhtəşəmdir də yəni. Həqiqətən çox gözəldir. Samir hansı yoxlamaq istəyirsən? Hansını istəyirsən? Sen tamına bakarım, pozisyalarda toxam deyim, hamısını qaytararam. Bilirəm ki, ona görə. Çox belə qəribə bir şeydir həqiqətən də qurtarda. Bilməm hansıyım amma mən yeyəcəm, bunu mən yoxlayacağım. Görəmək. Yox, just only. Mən bundan götürüm. Bir dənə. Give him one. Hamısını yiyəcəksən şahid. Just one. Onu istəmirəm, çox iyrəncdir bu. And just one. Ağır tarakan diye ya. No problem. Dostlarında hal-hazırda Şahinə bax bunlardan yetişdirəcəyik, görə nətər. Mənə həqiqətən çox maraqlı əziz dostlarım. Bilmirəm dadı necədir. Şərkədən başlayan Şahin, qurtdan tarakandan. Bilmirəm nədir bu. Normal. Birini də qaqaşın ağzına qoy. Birini də qaqaşın ağzına qoy. Birini onun ağzına qoy. Abi neresi? Onun ağzına koy. Nerelisiniz? Birini də onun ağzına koy. Nerede from? Adana. Biz Azerbaycanlıyız abi. Birini də onun ağzına koy. Azerbaycan. Nasılsın abi? Şahin, onun da ağzına ver. Gel sana vereyim abi. Şahin onun da ağzına ver. Kardeşim çeksene. Yok gel ya gel. Dişliğin versin. alacağım ama. Evet. Ne yiyoruz abi? Abi vallahi ben açığı bilemiyorum. Şahin birime Bak, var ya bunlar. Şahin Rum kaçımı vurun koyun ağzınıza. 23. Sen de? 24. Şerefe. Bakın böyle bir şeydi. Böyle bir şey. Böyle bir şey. Böyle bir şey. Yeğeni bunu haydi. Her boku yemeyin. Budu yeməlidə budun ye Şahin. Akrebi getir akrebi. Tamam her gün çok dehşet bir şey doğrudan da. YouTuber musun? Evet YouTuber gösterdim sana zaten. Güney geziyorum. İsmin ne? Kaan. Ne? Kaan. Kaan. Kaan sen çektin mi? Benim? Sen çektin mi? Çay mı? Yok. Benim kafam güzel abi, kafam güzel. Ben ne onu soruyorum? Kafan güzel. Azerbaycan'a selamlar Ya yolluyorum. seni tanıyarım. Şarkıdan ağzından Türkiye'ye selamlar olsun. Haydi. Bak ooo. Ama çok sert bu ya. Başın ye, başı dadlı olacak. Çok
sert ya. Sən ayağınla yeyirsən də başın ye, başı dadlı olur. Valla ben yiyebilmiyorum hiç. Bravo bro. Helal olsun sana. Oh, abi ben ondan alayım her şeyi yerim. Yəni hər şeydə deyilmi bazı şeylər çıxmaq xaricinə. Ya bazen... Bravo. Egreb yiyirəm, egreb. Qarnın iyi, qarnın. Bədəni iyi də. qarnın Hə, yemə. bədəni iyi də bir də. Yeter kanka ben valla ya. Hadi yok ki. Wow, is this real? Yes. Oh. Can I touch? Oh, wow. Şöyle krokodilin başı. Bu da bunun özü. Toxuna bilərəm. Gözünü aç, gözünü aç bax. Oh. Dəhşət, dəhşət. Soruş nerede? What is this? Happy End'di. Ne değil? Enerji verirsə, qoymur yatmağa, yəni Nihay Azerbaycan. Salam Azerbaycan. Yönədi, sən də yönədi. Gedim ha, prosto soruş. Alim, massage and sex, massage and fucking. Bir daha tezden soruş. I take you home. Lady. Yes.
Neyse bakın. Soğuş nerede böyle bir soğuş onu? What is this? Ha? Bak. Bak. Thank you. Oy oy oy. Krokodil kebabın orada isti-isti. Pişirib verirlərsə, krokodil kebabı. Vur bədənə. Sipariş verirsən 2-3 tikə, şiş. Qoyur manqala. Şu nahalı zevne. Sonra daqadan yesin. In Thai language, thank you. Kapunka. Kapunkap. Kapunka. 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 Savadika. Yazdım 2 dənə pivə dedik. Görək pivə necədir. Əziz dostlarım, videonu izlədiyiniz üçün təşəkkür edirəm. Bu videoda mən bir gəzgin kimi, dünyanı gəzən bir insan kimi getdiyim yerləri, gördüyüm şeyləri sizlərə göstərdim. Bu videoda gördüyünüz heç bir şey sizə mən məsləhət görmürəm. Sigaretdir, pivədir, narkotik maddələrdir. Sadəcə mən burada bir gəzgin kimi, bir dünyanı gəzən insan kimi başıma gələnləri sizə göstərirəm. Gəzib gördüyüm şeyləri mən göstərirəm. Yaşadığım ölkədə, Montenegro ölkəsində insanlar necə işləyirlər, necə həyatlarını sürürlər və gəldiyim, gəzdiyim ölkələrdə gördüyüm şeyləri göstərirəm. Bu videoda gördüyünüz heç bir şey mən sizə məsləhət görmürəm. Sigaret çəkməyə məsləhət görmürəm, azyaşlılar izləyirsə. Çünki mən videonun əvvəlində demişdim ki, azyaşlılar və xanımlar izləməsin. Tayland belə bir ölkədir. Yenə də nə görsəm, həm yaxşı, həm pis hər şeyi göstərəcəm. Çünki Əziz dostlarım, gəldilər, yaxınlaşdılar. Bunlar qaqaş idilər, bildiniz nətər, baba. Gəldilər, yaxınlaşdılar, deyək, harasın? Yəni, mənim əziz dostlarım, heç kim bunu səpaya höşməsin. Necə Türk vətəndaşları, Amerika vətəndaşları, Avstraliya vətəndaşları, Rus vətəndaşları gəzib hər şey sizə göstərirsə, mən də bunu etdim. Ümidvaram ki, videomu bəyənmişsinizdir. Kanala abunə olmağı, videoya like atmağı unutmayın. Nə sözünüz olsa komment yazın əziz dostlarım. Bugündən etibarən yenə də Tayland haqqında, bütün ölkələr haqqında məlumat videoları gələcək əziz dostlarım. Sadəcə mənə sizin dəstəyiniz lazımdır ki, mən bütün dünyanı gəzim. Bütün dünyaya Azərbaycan ölkəsini tanıdım. Çünki burada 10 insandan 9-u Azərbaycan ölkəsini tanımır. Bu mənim həqiqətən pisimə gedir. Biz Azərbaycanı yaxşı təmsil etməliyik, dünyanı gəzməliyik. Öpürəm sizi, videoya like atmağı unutmayın əziz dostlarım. Görüşərik. Özünüzə çox yaxşı baxın. Tayland Bangkokdan sizə qucaq dolusu salamlar əziz dostlarım. Sağ olun.